Bugün istəyirəm sizə sükan arxasında düzgün oturmaq qaydasını göstərim. Getdik. Bəziləri maşını belə sürür, bəziləri isə belə. Bəs düzgün olan necədir? Əvvəlcə oturacağın aşağısını veririk qabağa. Ondan sonra özümüz qabağa doğru əyilirik. Yəni onurğadan buradan o əlvi vuranda sümüklər çıxsın. Daha sonra özümüzü belə düzəldirik ki, həmin o sümüklər tam olaraq içəri girsin və oturacağın kürəyini bax belə qaldırırıq ki, belimizə değsin. Deməli əldə bucaq 90 dərəcədən bir balaca açıq olmalıdır. Rulu döndərmək üçün ən rahat pozisiya budur. Yəni ani halda döndərmək üçün. Yəni məsələn buna baxın. Bir əllə tam olaraq döndərə bilirsən. Belə. Bir də ki, ən vacib şeylərdən biri rulu iki əllə tutmaq lazımdır. Bir əllə yolda tutursansa, heç bir halda ani hər hansı bir hadisə olarsa, o idarə etməni iki əllə tutduğun kimi saxlaya bilməzsən. Bir əl digər əli balans saxlayır. Yəni bu əllə sağa doğru hərəkət ediriksə, artıq rulu qaytarmaq lazım olanda o biri əl daha rahat qaytarır. Həm də bu ona kömək edir. Bax belə. Amma balans olmayanda mən bunu belə dartıramsa, artıq bu əlimin ağırlığı ilə ani halda özdə bir hadisə olanda adam risk istəyir dartsın. Riski dartanda bunu artıq geri qaytarmaq üçün bu əllə istədiyim kimi yuxarı qaldıra bilmərəm. Çünki artıq mən çiynimlə qaldırıram. Baxın bu əzələ ilə. Bu da çox bir balaca əzələtdə bununla qaldırmaq. Amma belə dartanda təsəvvür edin ki, qolumla tam aşağı dartıram. Bu daha rahatdır. Ona görə iki əllə çalışın, avtomobili idarə edəsiniz.